Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda baş verən qətil hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub. Medialog Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Eski Şəhər məhəlləsində qeydə alınıb. Məlumata görə 58 yaşlı Menekşe adlı qadın nigahda olan gəlini 25 yaşlı Burçin Şahini başından güllələyərək qətl yetirib. Bildirilir ki, tərəflər arasında evdə yaranan mübahisə zamanı qadın sənədsiz silahla gəlininə 2 dəfə atəş açıb. Hadisə yerinə cəlb olunan polis və təcili tibbi yardım əməkdaşları Burçin Şahinin həyatını itirdiyini müəyyən ediblər. Araşdırma zamanı evin daxilində və ətrafında ümumilikdə 6 boş giliz aşkar olunub. Mərhumun 2 uşaq anası olduğu bildirilib. İddialara görə hadisədən sonra şübhəli pəncərəyə yaxınlaşaraq törətdiyi əməli etiraf edib. Polis tərəfindən saxlanılan Menekşe adlı qadın ilkin ifadəsində hadisəni şərəf məsələsi kimi qiymətləndirib. Onun sözlərinə görə həbsdə olan oğlunun həyat yoldaşının ona xəyanət elədiyindən şübhələnib və hadisə günü telefonda gördüyü mesajlardan sonra mübahisə yaranıb. Qadın əsəbləşərək evdə olan silahdan istifadə elədiyini bildirib. Faktla bağlı istintaq tədbirləri davam elətdirilir. Həmçinin məlum olub ki, şübhəli daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məruz qalıb.